kələm, kabaçki, balqabaq, brokoli, avokado, turp, alma, banan, apelsin, mandarin, kivi, feyxoa, balıq məhsulları, qoz, fındıq, fıstıq, gilə meyvələr, qara qarağat, it burnu kimi qidaları qış boyu evladınıza gündə ən az bir dəfə, 2 dəfə bu qidalardan birini yedirə bilsəniz, onun immuniteti çox yüksək olar və qış boyu xəstələnməyəcəyinə əmin ola bilərsiniz. Yemir deyirsinizsə, bu qidaları uşağa onun sevdiyi formada təklif etməyə çalışın. Ya bunu bir tərəvəz supu şəklində verin, ya tərəvəz püresi şəklində verin, ya meyvəli, qatıqlı, kəsmikli yoğurt şəklində verin, ya da ki, onun sevdiyi hər hansı bir formada, meyvə püreləri halında, meyvə salatları halında verərək bu qidalardan gündəlik ən az 1-2 dənəsindən yesələr, onların immuniteti möhkəm olar və heç vaxt xəstələnməzlər. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.